Bütün tənqidlərin hamısı qeyri-sağlam deyil. Bəzi tənqidlər sağlamdır. Və ümumiyyətlə bir cəmiyyətdə, bir toplumda sağlam tənqid olmalıdır. Mənim danışdığım bu mövzu bu mənada deyil ki, ümumiyyətlə insan insanı tənqid etməli deyil. Yox, tənqid olmalıdır bizim həyatımızda. Ümumiyyətlə insanın və insan toplumunun ehtiyac duyduğu məsələlərdən biridir tənqid mövzusu. İnsanlar bir-birini sağlam tərzdə tənqid etməlidirlər. Bizim demək istədiyimiz budur ki, insanlar o mənfi tənqiddən əl çəkərlər və sağlam tənqidə yönəlirlər. Çünki mənfi tənqid əslində bir insanın qəhrəmanlığı deyil. Mənfi tənqid daha çox təhqirə bənzər bir şey. Bir insanın digərini təhqir formasında tənqid etməsi əslində onun ruhunun dərinliklərində yatan nöqsanlarının göstəricisidir. Bunu görməkdə bizə məsələn insanşünaslıq elmi kömək edir. O cümlədən dini təlimlər və yaxud da psixologiya və bu kimi elmlər insanı araşdırırlar. Bu elmlər bizə başa salır ki, insanın bəzi davranışlarının, rəftarının kökündə əslində mənfi hisslər, mənfi emosiyalar, mənfi duyğular, mənfi düşüncələr dayanır.